Değerli izleyiciler, hamını salamlayıram. Budur növbəti gün və növbəti tıraşımız və növbəti tıraşımızın səbəbkarları olacaqlar yoldaşlar. Deməli, 24 düymə milli olan belə bir porsuqdan olan Yagi müəssisəyə aid olan fırçadır. Budur. Burada yazılıb artıq ki, bu 24 millilik fırçanın bu diametridir. Buradan ölçüsəz. Bunu qoy davam etsin islanmağa. Sonra deməli yenə də həmişə kimi bir cavan oğlan təqdim elədi. Belə bir deyək kremdir. Kremdir mi? Bəli, kremdir. Yəni ki, sabunlanmaq üçün, yəni köpükləndirmək üçün krem. Old Spice, Hindistan'a məxsus olan belə bir musk yazılıb. İndi bilmirəm qoxusu nə olacaq. Görək, sonda biləcəyik. Bir də ki, belə bir aftershave, bu artıq məndə var idi. Dedim, Old Spice müəssisəyə aid olan bu iki məhsul birlikdə iştirak etsinlər. Və sonda, belə deyək, Prep adlı balzam mı deyək, nə min deyək, belə bir də dəriyə bir növ sağaldıcı effekti verən balzam. Bunları qoyaq qırağa, hələ ki bu aftershave'ləri. Və çox üzürlüsən, əsas səbəbkar deməli Mühil, Almanyanın Mühil deməli orijinal paslanmayan poladdan olan CNC dezgahda hazırlanan belə bir 140-an. Bunu da çox sağ olsun həmin bu cavan oğlan Orxan abi bizə yəni təşkil edib. Çox sağ olsun. Hələ ki məndədir. Tez bir arda videolarımı çəkim. Bütün belə deyək də nə kimi nöqsan var, nə kimi pozitiv bir momentlər var, hamısını öyrənək. Tiyə olaraq olacaq birinci dəfə istifadə edirəm. Belə Euromax adlı tiyələrdir. Bilmirəm vallahi necə olacaq tıraş. Ümid edirəm hər şey yaxşı alınar. Üzürlü sayın. Dağıldı tiyələr. Vay. Yerə səpələndi. Nə pis oldu. Üzürlü sayın. Çox üzürlü sayın. Tiyənin birini çıxartaq buradan. Qalanları qoyaq qırağa. Budur Euromax tiyələr. Hindistan'a Made in India yazılıb. Görə bilirsiniz, bilmirəm. Budur. Deməli, açaq kağızından bildiyim qədər 2 qat bükülüb. Qoyaq qırağa. Budur. Tiyəmiz hazır demək olar ki. Yapışqanı yoxdur. Nə yaxşı. Super. Belə bir tiyələrdir. Kifayət qədər yumuşaqdırlar. Görək necə olacaq performansları. Tez bir zamanda bizim Mühil deyirəm hər dəfə. Mühil müəssisəyə aid olan tiyəni yükləyirik bura. Budur, qapağı qoyuruq üstündən. Ehtiyatı əldən vermirik. Budur, hazır. Deməli, saqqalın yaşı bir gündür. Dünən bu vaxtları tıraş olunmuşdum. Bu kremi isə indi biz boşaldaq bizim qabımıza. Tez bir zamanda. Oy, çox oldu. Orxan abi üzürlü say. Nəzərə alsaq ki, bizdə fırça olaraq porsuq olacaq. Yəni ki, və onun səhviyyəti kifayət qədər yuxarı olacaq. Ona görə məncə normal qədər mən deməli bu kremi bura sıxmışam. Yəni bu qədərdir yoldaşlar. Başlayaq.
Birinci fırça görək. Sonda biləcəyik bunun qoxusu nədir? Xatırladırmı aftershave losyonun qoxusu yoxsa yox? Mən maraqlandıran məqam odur. Biraz su aldıq içinə. Köpükləndirmə prosesi kifayət qədər sürətlə gedir. Yəni artıq hiss edirəm, tez köpüklənir. Görəyim tıraş nə ilə nəticələnir. Dünən artıq tıraş olunmuşam. Hiss elədim ki, yumşaq qırxır bu üz qırxan. Belə gündəliyə yəni ki, gedər məncə. Biraz isladım üzümü. Ki, yəni quru-quru. Tez bir zamanda isladıb qayıdıram yanınıza. Mən hazır. Davam edirik. Budur yoldaşlar. 140'ı biraz isittim, islatdım ve başlayalım. Birinci pərdə bölmə istiqamətdə. Tiyələrin performansından xoşum gəldi, nə mənada? Yəni dəriyə zülm vermirlər, yəni. Yəni çox da kəskin deyirlər və son dəfə dünənki yaradı təzədən canlandı. Yəni ki, o kifayət qədər bir sözlə kəsinlər, bir çox belə mənim hərəkətlərimi bağışlayırlar. Davam edirik. Budur birinci pərdə sona yetdi yoldaşlar. Bir pərdə də edək. Böyümənin əksinə onunla da mən düşünürəm ki, tıraşı yəni bitirə bilərik. Davam edirik.
Bunlar xırda çapınlar da yoldaşlar, fikir vermeyin bunlara. Nəzərə alsaq ki, dünənləri son dəfə tıraş olunur, yəni normal haldır. Davam edirik. Yoxlayaq yoldaşlar. Pis də alınmayıb, belə deyək, BBS yox. Haradası DFS plus BBS çıx, yəni belə bir qiymət qoyardım. Mən tez bir zamanda üzümü yaxalayıb soyuq sərin su ilə qayıdıram sizin yanınıza. Dur yoldaşlar, geridən qayıtdım yanınıza. Tez bir zamanda Old Spice, mən belə deyək, çox xoş deyirəm bu Aftershave losyonun sadəcə olaraq qoxusu fantastikdir. Heç nə ilə də başqa bir hansı qoxu ilə səhv salmaq olmur. Yox, qoxular azca da olsa fərqlənir. Bu sabundan çox incə, belə nazik bir qoxu var. Amma Aftershave'in qoxusu tam daha belə deyək, gözə çarpan bir qoxudur. Əvvəllər tapılırdı bizim marketlərdə, zaxlarda satılırdı Old Spice bu Aftershave losyon. Çox gözəl, çox qəşəng qoxusu var. Çox xoş deyirəm. Çox gözəl. Çox gözəl, çox qəşəng. Spirt tərkiblidir, yəni alkoqol var. Ona görə üzümü azca da olsa yandırdı. Amma bir belə deyək də çox xırda bir zaman içində. Və bizim bu Prep adlı balzamdır mı, nədir? Bunu ehtiyatla belə eləyək, çünki çox suludur. Biraz qarışdıraq, içində su kimidir, belə sulu vəziyyətdədir. Ehtiyatımızı əlindən verməyək. Belə ehtiyatlı. Hop, hop. Bir dənə də hop, bəsdir. Bəsdir, əsəbləşmə. Hazırdır. Çox qəşəng bir performansı var bu Prem balzamın. Hoşuma gəlir. Əcayib bir, belə deyək, qoxusu var. Sanki o milçək qovan, ağcıqanad qovan qoxusu gəlir. Və belə deyək, bunun xüsusiyyətlərdə o da qeyd olunub ki, ağcıqanada qarşı da yəni təsiri var bu balzamın. Belə deyək, isitmə effekti verir. Bir çox belə iynə batma, yandırma, hamısı birdən-birə belə şok bir belə vəziyyətə gəlsən, sonra birdən-birə hər şey sakitləşir. O bütün ağrılar, effektləri yoxa çıxır və deməli balzam öz işini görməyə başlayır. Budur yoldaşlar, deməli bizim tıraşımız sona çatdı. Gördüyünüz kimi kifayət qədər çapıqları yenə də saldım üzümdə. Amma bunlar çox mikro çapıqlardır. O ki, üzüm gündəlik tıraşa niyyətlə dözmür. Tez bir zamanda çapıq düşən üzdür. Çox istidir içəridə. Mən qapını açım, davam edeyim söhbətimi sizinlə. Biraz hava düşsün. Nə deyə bilərik? Sabundan başlayaq yoldaşlar. Deməli, krem sabunu, mən bunun belə deyək, bunun sıxlığı, yağlığı, sürüşkənliyi, bunlar hamısı kifayət qədər yüksək səviyyədədir. Deməli, krem sabunlardan, həmin bu səviyyədə olan sabunlardan Lider sabun kremidir. Sonra
hansını deyim, o yağlığına görə deyirəm, o sürüşkənliyinə görə deyirəm və tez bir zamanda köpüklənməyinə görə mühül krem şəkildə olan belə belə köpük krem deyək. Sonra hansı bu yaxınlarda mən Viking adlı bir belə krem istifadə etdim. Onda da bu xüsusiyyətlər var idi. Sonra bu Orxan abi bir dənə o İngiltərənin Kent adlı krem idi, nə idi? Onda da var idi bu xüsusiyyətlər. Bir sözlə premial belə deyil, kremlərin xüsusiyyətləridir. Yəni ki, sanki siz krem zadı adına deyil, sabunu istifadə etmirsiniz. Sanki siz o bərk belə deyək, o heyvan piyindən hazırlanan sabunu istifadə edirsiniz, o bankalarda olan bərk vəziyyətdə olan. Fırça isə, fırçanın performansı mükəmməldir. Yoldaşlar, mən sizə bir söz deyim, ümumiyyətlə bu belə deyək, təbii qılından olan hansısa heyvanın, yəni hər şey onun ətrafındadır da. Yəni bizdə olan sintetik fırçaları sortuna görə, qiymətinə görə, ona görə çox alır ki, yəni maksimum dərəcədə uyğunlaşdırırlar həmin bu, misal üçün, porsu qılından olan fırçalara. Yəni hiss etmə üzdə filan, köpükləndirməsi filanı. Hələ birbaşa alın özünün belə deyək, porsuğu və məncə normal olacaq. Düzdür, bu iki bənd sayılır, yəni iki xalqalı deməli fırçadır. Çox güman ki, bunun ucları hansısa kimyəvi belə deyək, prosesdən keçiblər, ağardıblar. Amma yenə də yumşaqdır, yəni mən kifayət qədər uzun müddətdir bu islak tıraşdan, müxtəlif fırçalardan istifadə etmişəm. Deyim ki, belə deyək də, qapasal belə bir fərqi yoxdur, incə bir fərqləri var. Misal üçün, mancur porsuğun qılınan, sadə porsuğun, sonra porsuğun o, belə deyək, silver tip adlı qılları daha, belə deyək, bahalı və premial sayılır. Çünki boyun arxasından götürülür. Və bu kimi məqamlar var, ona görə qiymət dəyişir porsuq fırçaların. Manjuriyanın, misal üçün, Manjuriyanın porsuğun o silver tip olsa, ən bahalı belə deyək, porsuq fırçası o sayılır. Bu sadə fırçadır, porsuğun iki bənd, yəni ki, rəngliyiblər iki xalqa və üst tərəfi rəngləmə yox, kimyəvi belə deyək, yollarla ağardıblar uclarını və beləliklə biz istifadə edirik. Kifayət qədər yumşaqdır, biraz özünə su çəkəndən sonra falan biraz da elə deyək, biraz da yumşalır və bu təbii ki, çox təbii belə hissləri keçirdir. Biraz qoxuları olur bu fırçaların, bu məqamlar var. Fırça ilə bitirdik söhbətimizi, növbəti iştirakçılar, losyonlar. Deməli, Old Spice yüksək səviyyədə, çox xoşuma gəlir, qoxusu filanı, yəni çox qəşəngdir, performansı filanı, yəni çox da dərini qurutmur, misal üçün, yəni ki, çox qəşəng losyondur. Üstə gəl bu prepdir, misal üçün prepi istifadə etdim, o yağlıq filan üzdə olmur. Bilmirəm, sanki siz lak vurmuşsunuz üzünüzə, üz çox yumşaq olur və sürüşkən olur, amma yağlı falan yoxdur, yəni əl yapışmır. Qurudur, üzüm qurudur. Prep adlı belə bir losyon balzam mı deyək, nə deyək, bunun adına deyək, aftershave treatment. Qalanı nəysə İspan dilində yazılıb, heç nə anlamaq olmur. Bir sözlə belə, uzun müddətli məndədir, bayram günləri istifadə edirəm. Belə krem haqqında da, sabun haqqında danışdıq, losyonlar haqqında danışdıq. Old Spice'ın qoxusu superdir, yoldaşlar. Çox qəşəngdir. Üz qırxanımız və tiyələrimiz. Deməli, Euromax tiyələrdir, budur qabığı. Euromax və bizim Mühil, deməli Rocca, orijinal, Almaniya istehsalı, paslanmayan polakdan CNC tezgahda hazırlanan. Gündəlik tıraş üçündür, yoldaşlar.
bilmirəm o uzun saqqal necə qırxacaq bir həftəlik falanı. Amma bir gündən, 2 gündən, 3 gündən bir qırxıla bilərsiniz bu deməli üz qırxandan. Kifayət qədər yumşaq qırxır, yəni çox xoşuma gəlir performansı. Zədə minimumda indi mənim üzümə fikir getməsin. Məndə çox həssasdır bu çapığa falana, yəni tıraşa qarşı çox həssasdır. Əsasən də bu boğaz hissəsi. Yəni də bu yanlarda o qədər çapıq düşmür çox vaxt. Bir sözlə tiyələr haqqında nə deyə bilərəm? Tiyələr deməli mən təxmini hiss elədim ki, o Trit Platinum bir sözlə Pakistan tiyələrinə bərabər bir tiyələrdir. Gündəlik istifadə üçün mənə elə gəlir ki, kifayət qədər məqsədə uyğun gələr və belə orta belə deyək, effektivliyə malik olan belə bir üz qırxanlarda istifadə etmək olar gündəlik tirajda. Amma artıq 3 gün falan belə olanda saqqalınızın yaşı mən sizə tövsiyə görərdim biraz iti tiyələrdən istifadə edərsiniz. Misal üçün ki Gillette Platinum və yaxud Permasharp və yaxud Big və yaxud Feather kimi tiyələri istifadə edəsiniz. Amma gündəlik tiraj üçün ideal tiyələrdir. Yəni ki minimum zədə verirsiniz üzünüzə, yəni ki minimumda olur bu zədə, çapıq, mikro çapıq məsələlər. Üz qırxanı çox bəyəndim, çox qəşəngdir. Bircə bir məqam var ki, yəni cibinizə uyğundur ya yox, yəni onu nəzərə alın. Bundan öncəki videoda misal üçün tiraj etdim, battle elədim. Elə bil ki, bunun mühel deməli Rokka'nın saxtası içində istehsal olunan. Mən tirajda bir fərqi hiss etmədim. İndi də bu yenə də qırxdım, o ki təəssüratlar qalıb, o birisi o saxta mühüm. Belə bir böyük bir fərqi yoxdur. Performansında, nəticəsində heç bir fərq yoxdur. İndi bəzi kommentləri oxuram, bəlkə bu mənim subyektiv hisslərimdir. Yəni deyirlər ki, yox, bəs orijinal başqa cürdür falan. Mən deyim sizə, belə performansına görə deməli bunları Game Changer 0.84 bilitəyə o səviyyədə olan üz qırxanlar düzdür. 84 bilitəni, yəni ki o bir həftəlik saqqalda rahatlıqla qırxacaq. Çünki onun burada o köpüyə üçün nəzərdə tutulan belə deşiklər var. Təhlükəsizlik çubuğunun altından çıxıb gedirlər rahat. Burada o yoxdur yoldaşlar. Ona görə tıxılır tez bir zamanda. Mən düşünürəm tıxılacağı. Bir həftəlik saqqalda gərək test edim. Bilmirəm. Bunu qaytarmalıyam. Çox güman ki, Orxan abiyə. Yəni ki, bunun istifadə müddəti məhduddur. İndi inşallah haçansa yer qismət olsa bir də test edərəm. Düşünürəm o məndə olan saxta versiya ilə etsəm mənim elə ya ki, böyük bir fərqi yoxdur. Bunu istifadə etdim, onu istifadə etdim. Belə yoldaşlar, üz qırxan haqqında danışdım. Xoşuma gəldi. Əsl mənə uyğun olan üz qırxandır. Yəni ki, təmiz BBS deyil. Yəni nəticə DFS-in belə deyil, üstə gəl, yaxud BBS-dən çıx qiymət qoyuram. Yəni nəticəni, belə, yəni ki, baxın. Və beləliklə, əgər videodan xoşunuz gəlibsə yoldaşlar, like qoyun. Hansısa bir kommentiniz varsa bu videonun aşağısında like qoya bilərsiniz. Çalışaram bütün bu məhsulların deməli hansısa dükanlardan falan hardan ala bilərsiniz. Çox güman ki, Azərbaycanda, Bakıda tapmazsınız. İnternet marketplace-lərdən hansısa keçidləri tapsam sizin üçün saxlayaram. Tapmasam da üzürlü sağ. Fırça və üz qırxan onlar 100% yəni olacaq onların keçidi. Qaldı ki, bu kremlər falan onları biraz ola bilsin mən yəni tapmadım, ona görə üzürlü sağ. Euromax'ı da bu tiyələri mən Trendyoldan aldım. 200 neçə TL, deyəsən 300 TL-yə yaxın belə bir məbləğə aldım. 100 ədəd bir qutu aldım. Tanıyan adamlarla da bölüşdüm. Artıq məndə özümdə bir 2-3 qutu qaldı beləliklə. Məndən bu qədər yoldaşlar. Sağ olun, gələn görüşlənə də. Sağ olun.